Azərbaycan Dövlət Dəniz Akademiyasında 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə qonaq qismində professor Misir Mərdanov iştirak edib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, ümummilli lider Heydər Əliyevin və vətənin azadlığı, ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə açılış sözü ilə çıxış edən, adlanır rektor vəzifəsini icra edən Eldar Qocayev, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışının ölkədə sabitliyin bərpasında, dövlətçiliyin möhkəmləndirilməsində həlledici rol oynadığını qeyd edib. O, həmçinin işğaldan azad edilmiş tarixi torpaqlarımızda dalğalanan üçrəngli bayrağımızın vaxtilə Qurtuluş günü ilə təməli qoyulan müdrik dövlətçilik siyasətinin və Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük zəfərin məntiqi nəticəsi olduğunu vurğulayıb. Eldar Qocayev həmçinin professor Misir Mərdanovun müəllifi olduğu Heydər Əliyev xalqa həsr olmuş ömür kitabını Addaya hədiyyə etdiyinə görə qonağa təşəkkürünü bildirib. Daha sonra professor Misir Mərdanov dirçəlişdən zəfərə ucalan yol mövzusunda çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və inkişafındakı müstəsna xidmətlərindən danışıb. O, Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək onun elmə, təhsilə və gənclərə göstərdiyi xüsusi diqqəti tədbir iştirakçılarına xatırladıb. Tədbirin sonunda tələbələr qonağa çoxsaylı suallar ünvanlayıblar. Tələbələrin suallarını ətraflı cavablandıran professor Mərdanov Addanın binasının əzəmətindən valeh olduğunu, bugünkü gənclərlə görüşdən və akademiyadakı səmimi mühitdən böyük zövq aldığını dilə gətirib. Zəhra Rahib qızı, İsmail Rəhimoğlu, Adda xəbər.